o uşaqların gələcəkdə hüquq mühafizə orqanlarında işləyəcək bir şansı ola bilər. Əgər bir ana, bir ata həbsə düşürsə, tək bunu xanımlar tərəfindən deməmişəm ha. Bunu bəylər üçün də demişəm ki, ay analar, ay xanımlar, yoldaşınızı alimentə görə tutturursunuz. Amma bəlkə də sənin oğlun prokurorluq orqanlarında işləyəcək. Bəlkə də sənin oğlun hüquq mühafizə orqanlarında işləyəcək, deputat olacaq. Bilmək olmaz. Bizim bu dəqiqə həbsxanalarımızda neçə-neçə oğlanlar 100-500 min manata görə həbs olunub. Tək oğlanın həyatı qaralmır ha. Uşaqların da həyatı qaralır. Gələcəkdə deputatlıqdan tutmuş dövlət qurumunda bu dəqiqə hətta mən sizə bir söz deyim mi? Rəşad Gil bilər bunu, bizim rejissorlarımız da bilər, sizlər də bilirsiniz. Hətta dövlət televiziyasında belə işləmək üçün sənin həbsin, atanın həbsi olmamalıdır. Onlar da sorğu verirlər ki, görək biz işə götürdüyümüz adamın atası, babası, nənəsi həbsdə olubsa bizə lazım deyil. Təsəvvür edin, biz necə qaraldırıq bu uşaqların gələcəyini, biz necə, o uşaqlar böyüməyəcək bəyəm. O uşaqlar sabah böyüyəndə deyəcəklər ki, mən iş tapmışam, ailə təhsilliyəm, mən hüquq mühafizə orqanlarında işləyə bilmirəm. Niyə? Anam həbs olunub. Nəyə görə? Alimentə görə. Niyə atam həbs olunub? Nəyə görə? Alimentə görə. Bilin, mən buradan həm xanımlara, həm bəylərə deyirəm ki, bilin ki, həbs elətdirdiyiniz keçmiş həyat yoldaşlarınızın tək həyatı qaralmır ha. Övladlarınızın da həyatı qaralır. Get-gedə bu məsələ artır. Bu dəqiqə demək olar 70% üzr istəyirəm. Şirkətlərdə artıq narkoloji test keçirilir. Xəbəriniz var da, anar bilərsən, gözəl bilərsən. Tək narkoloji yox ha. Həbsdə olub olmamasına dair. İndi hələ ki özlərindən başlayırlar bəzi özəl şirkətlər. Birazdan onlar da deyəcək dövlət qurumu kimi ki, atan həbs olunubsa bizə lazım deyilsən. Anan həbs olunubsa bizə lazım deyilsən.